masa hazır. Duz gölündeyim artık. Səhər 1 litr suyumu içdim və ayaqlarımı suya basmağım vaxtı gəldi. Ayağın yerə dəysin. Bəli, bu elə bir hissdir ki, bunu yalnız izah edə bilərəm. Suyun rəngi niyə belədir? Su birazdan duz istehsalına başlayır. Sonra bu suyu götürürəm ki, axırda ayağımı bu suyla yuyum. Rəngi budur, bəli. Bu gördüyünüz isə daş deyil, gildir. Gil. Və həmin gildən üzümə indi maska edəcəm. Yanılmadınız, üzümə maska edəcəm. Hansını ki, gözəllik salonlarında çox baha edirlər. Hadi, başlayaq. Savaşa gedirik elə bil. Bu gözəllikdə gölün, bu gözəllikdə təbiətin şikayətini də edə bilərəm mən yəqin ki. Masazır Duz gölünə kim məsuliyyət daşıyırsa, bugün sizin yerinizə utandım biraz. Azərbaycan Respublikasının vətəndaşı olaraq utandım. Və Turizm Nazirliyi əgər bu ölkənin turistik bölgelerinin təmizliyinə əmin deyilsizsə, turist gətirib bizi biabır etməyin. Birazdan sonra mən sizə nə üçün bu söz dediyimiz ispatlayacağım. Bəli, maskalar hazırdır, qurudu üzüm, çox gəlilib və indi maşınlar gəlir. Yolda görürəm, mən onu planlamamışam, bir təsadüfdür. Buyurun, gəldilər. Və bu qədər turist gəldiyi kimi də bir dəqiqədən sonra geri qayıtdım. Bilirsiniz niyə? İndi çəkmişəm. Axırda baxarsınız. Və mən sizin yerinizə utandım. Тоже жалуетесь на грязь. Bizim günahımız nədir? Bizim ölkəmizi niyə antireklam etdirirsiniz? Bax, mənə deyirlər ki, hər şeyə qarışma. İndi gəlin siz qarışmayın. Analı balalar gəlib bu hərəkəti edirsiniz. Ayıb olsun sizə. Ayıb olsun. Bax, bu suyu içirsiniz. Bunları bura atıp gedirsiniz. Yenə də ayıb olsun sizə. Əlinizə nə gəlirsə bura atırsınız. Utanmırsınız. Yaxşı, görürsünüz təmizləyən yoxdur. Niyə belə edirsiniz? Bax, bax, zəhər zıqqımın olsun. Hər kim yeyibsə. Buna bax, utanmırsınız. Utanmırsınız. Bax, bu turistlərin getməyi var da. Mən öldüm yerə girdim, yerə girin sizi. İnsan ülkesinde bu kadar hain olmaz.